Salam, hörmətli izləyicilər. Mən uzman doktor Babək Allahverdiyev, ümumi cərraham. Uzmanlığımı ixtisasıma Türkiyədə yerləşmişəm. İndi hal-hazırda Medikal Hospitalda işləyirəm. Sizə bugün hemoroidal xəstəliyi barəsində məlumat vermək istəyirdim. Bu xəstəlik nədir? İnsanları niyə narahat edir? Əslində çoxlarının ailəsindən çəkinib gizlətdiyi, səssiz ağrı çəkdiyi bu xəstəlik haqqında nələri bilmək lazımdır? Necə qarşılanmaq olar? Necə müalicə olunmaq olar? Bu barədə danışmaq istəyirdim. Xalq arasında Babacil adı ilə məşhur olan bu xəstəlik anal kanaldakı damar yastıqçıqların şişməsi, böyüməsi və bunun müəyyən fəsadlaşmaları nəticəsində yaranan xəstəlikdir. Xəstələrdə əksər hallarda görünən qan axmalar, tazə rəngdə deyirlər, yəni təzə qan axmalar, düyünlərin xaricə bayıra çıxmağı, bununla yanaşı ağrı, qaşıntı, seli ifrazı ola bilər. Xəstələrdə bu şikayətlər görülə bilər. Bəs bu xəstəlikdən necə qorunmaq olar? Bu xəstəlikdən qorunmaq üçün lifli qidalara diqqət etmək lazımdır. Bu xəstəliyi yaradan səbəblərdən biri də oturaq iş, xroniki qəbizlik. Bu problemlər olan xəstələrdən ziyadə irsi meyilliyi olan xəstələrdə də bu problem görülür. Əgər lifli qidalara diqqət verilsə, xəstə daha aktiv həyat şəraiti yaşasa və qəbizlikdən qaçınsa, qida rasionunu düzgün tənzimləsə, bu xəstəlikdən uzaqlaşır. Xüsusilə ilkin mərhələlərdə, erkən mərhələlərində. Amma irəli mərhələlərində cərrahi əməliyyat məsləhət görülür, müasir üsullarla, müasir cərrahi texniklərlə təbii ki. Bunun üçün xəstə və həkimin dialoqundan sonra həkim hansı əməliyyatın uyğun olduğunu pasiyentə izah edir. Beləliklə, qısaca bu qədər. Sağlamlığınızın qeydinə qalın.